Mühafizə işi var yoldaşlar, kişilər üçün mühafizə işi var. Bu arada qeyd edeyim ki, misal üçün, mühafizə rəisi tipli, bir təxminən mühafizə rəhbəri tipli təxminən 2 dənə vakant yer olmalıdır. Və onların birini paylaşmışam, növbəti birindən də bəhs etmək istəyirəm. Amma təkcə o vəzifə dərəcəsi sizin üzrə deyil də, digər adi sıravi mühafizə işlərindən də bəhs etmək istəyirəm. Gəlin ilk öncə bankdakından bəhs edeyim mən sizə. Misal üçün, Express Bankda var belə bir iş yoldaşlar. Əgər ki, 2 illik təcrübəniz varsa, sürücülük vəsiqəniz varsa, heç olmasa 5 illik, ofis proqramlarından heç olmasa istifadə səviyyəsində bilirsinizsə və bu sayədə də 2 illik təcrübəniz varsa, Express Bankdakı bu işə CV-nizi göndərə bilərsiniz onlayn qaydada. Bundan əlavə, təhlükəsizlik əməkdaşına LG Bakıda da var. 650 manat verirlər yoldaşlar. Babək prospektindədir. 177 sm boyunuz olmalıdır. 18-29 yaşlı bir şəxs olmalısınız. Bir də dediyim kimi mühafizə rəisi işi var yoldaşlar. Sumqayıtdadır bu. Sumqayıtdadır bu. Bu sizdən ATA LTD şirkətidir. Deməli, 3 ildən çox iş təcrübəsi tələb edir. Ofis proqramlarını sərbəst bilməyi tələb edir, xəbəriniz olsun. Çünki mühafizə rəisi işidir. Dediyim kimi, mühafizə rəhbəri işi də olmalıdır. Kanalda paylaşmışıq, orada da diqqət edə bilərsiniz. Bundan əlavə, mühafizə üçün xanımlar üçün də variantlar var. Az öncə bildirdiklərimdən əlavə. Məsələn, o aeroportdadır, hava limanındadır, 800 manat pul verirlər. Bu işlərdə müraciət məhdəsiyyətini çəkirsinizsə, yaxud da digər işlərlə də tanış olmaqsınızsa, ümumiyyətlə iş tapma icazəsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüz, kanala daxil olun, Toğrul Əzizadə kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.